Filankəs dədəsinin hesabına varlanıb, ay qız onun əri imkanlı idi, ona görə bacardı. Ya da həqiqətən işte milyonlarla yatırım eləyənlər var biznesə və sonra çıxıb sıfırdan başladığını iddia eləyənlər və ya daha işte milyonlar iri səslənir, amma ola bilər burada söhbət 30-40 mindən geçsin və o onun üçün kiçik rəqəm kimi görünsün, fəqət hekayəsində sıfırdan başladığını iddia eləyərək başqalarına motivasiya olmaq istərkən əslində birilərinin özünü yetərsiz hiss etməsinə səbəb olmaq. Bu biraz dərin söhbət olacaq. Çünki bu haqda danışmağı çoxdan da istəyirəm və qarşıma çıxan bir Reels məni tetiklədi. Hətta onu Instagram storiesində paylaşdım. Və qəribəsi budur ki, hər iki tərəf haqlıdır. Bəli, kimsə deyirsə ki, o onsuz imkanlı idi və partlatdı. Özünə görə haqlı tərəfləri var. Amma mən olsam məndə də alınardı qismi biraz fasafisodur. Gəlin buna ən başdan baxaq. Öncəliklə çoxlu zəngin ailələr tanıyan biri olaraq deyirəm ki, çox azının uşağı müəyyən nöqtədədir. Hansı ki zorla valideynləri oxudub bəlirli bir işə yerləşdirilmiş uşaqları demirəm. Böyük bir qismi işsiz, gücsüz, arendalar yeyib kef eləyən tiplərdir. Hətta bəziləri nəinki atadan qalanları artırmaq, hətta onu yeyib bitirənlər belə var. Böyük ehtimalla siz də belə кейslər bilirsiniz. Çox azı isə valideynlərindən aldığı dəstək və maddi güclə həyatında bir şeylər eləyib. Yəni burada məsələ birinci individual olaraq sizin özünüzsüz. Ola bilər ki, siz ilkin hallarda fikirləşirsiniz ki, mən də olsam mən də eləyərdim, amma insandır burada söz konusu. Və bəzən məndən soruşurlar ki, Fidan xanım, hansı biznesdə yaxşı pul var? Həmişə cavabım budur ki, pul biznesdə deyil, insandadır və ola bilər ki, kimsə restoran sektorunda milyonlar qazansın, ola bilər ki, kimsə ümumiyyətlə heç nə eləyə bilməsin, dəfələrlə restoran açsın, onda batsın. Ola bilər ki, bu onun işi deyil və daha fərqli işdə o bacarsın. Öncəliklə bir şey deyim. Mənim müəllimin bir sözü vardı, deyir ki, vasıfsız insan yoxdur, kəndini bilməyən vardır. Mən o sözü çox sevirəm. Yəni Allah kimsəni gərəksiz yaratmayıb. Fəqət yerində deyil bəzi insanlar və növbəti hissədəsi çox vacib, mənim üçün çox önəmli bir şeyi vurğulamalıyam. Hamı sahibkar olmalıdır, hər kəs öz işini qurmalıdır, hamı öz işinin ağası olmalıdır. Məsələləri keçən dəfə Reels'də də paylaşdığım kimi əslində öz işinizi qurun eğitimini verdiyini iddia edən insanların da çoxunluqla, hamısı yox, amma çoğunluqla gerçəkdən bir biznesi olmayan insanların biznes satmaq üçün etdiyi şeylərdir. Hətta adətən mən bunu sözüm heç kimə deyil bu arada. Qarşıma çıxan insanların çoxsunu tanımıram. Amma adətən trade və dropshipping mövzularında belə şeylər çox görürəm. Adamlar trading və ya dropshipping eğitimi verir. Amma çox luxury həyatlar paylaşır orada. Dubaidə maşınlarda videolar çəkirlər. O Dubaidə indi bahalı görünmək şəhəri olub. Və insanlara etkiləyir ki, okey, bax mən işlədim, zənginəm. Sən də kölə olmaqdan çıx və gəl zənginləş. Amma bu belə işləmir. Həyatı və sizin həyatdakı dəyərinizi anlamanıza ehtiyac var. Şimdi vacib bir mövzuya toxunacağım. Sən bu sistem üçün önəmlisən. Ölkə üçün, dəyər üçün, insanlıq üçün, səndən sonraki insanlar üçün fərq etməz, dəyərlisən və mütləq ki bir qatqın var. Və bu adətən mən evdar xanımlardan bunu eşidirəm. Mən nə işə yarayıram ki, inan ki sən bir çoxundan daha çox qatqı olduğun anlar olur. Sən övlad yetişdirirsən. Sən o işə gedən yoldaşa dəstəksən. O hər gün evinə gəlib o evi düzənli görür. Və qatqının fərqində ol istəyirəm. Ümumiyyətlə bu yayımda gəlin qatqımızın fərqinə varaq və əsas da tutaq ki, mən kiməm və harda olmalıyam. Ola bilər ki, sən çox yaxşı ingilis dili müəllimisən. Bu demək deyil ki, sən ingilis dili kursu açmalısan. Ola bilər sən bomba ingilis dili müəllimi olacaqsan və daha çox tələbə yetişdirəcəksən və daha çox insanların
nə bilim, ayıl salıb xaricə getməsinə vəsile olacaqsan və daha çox pul qazanacaqsan. Amma sən qaza gəlirsən və yönetici olmağı seçirsən ki, Azərbaycanda belə kurs ha çoxdur. İşte yoldaşı, atası dəstək olub, xüsusən də bu xanımlarda belə görünür. Burada kiməsə mənim qəsdi qərəzliyim yoxdur və ya burada kimsə izləyəndə yəqin filan kəsi deyir məsələlərini etmənizə ehtiyac yoxdur. Sadəcə ya da burada qadın kişi söhbətləri eləmirik. Sadəcə qarşılaşdığım da uzun müddətdir bizneslərlə görüşürəm, biznes sahibləri ilə və çox səmimi söhbətlərimiz olur bəzən xanımlarla. Onlar müəyyən müddət fərqindəliyə çatandan sonra deyirlər ki, ay Fidan xanım, bəs mən o vaxtı kişiyə bu qədər pul tökdürdüm, kurs açdırdım, ən yaxşı kreslonu qoydurdum ora, amma marketoloq gələndə reklam büdcəsi ayırmadım. İşte məsələmiz odur ki, sən nəyi bilirsən və hangi konuda daha da inkişaf eləməyi seçirsən, biraz buna bax. Dəhşətli boğazım quruyur. Bir dəqiqə. Devam ediyoruz. Deməli, ilk olaraq qərar veririk ki, mən hansı işi görmək istəyirəm, hansı mövzuda bacarıqlarım var, hansı bacarıqlarımı gelişdirə bilərəm, içimdən nə etmək gəlir. Cəmiyyət məni hansı pozisiyada görsün, yox, içimdən nə etmək gəlir. Və sonra bunun üzərində işləmək. İndi isə gəlin qaydaq bu gəldiyimiz nöqtə məsələsinə. Bəzi insanlar həqiqətən zəngin nöqtələrdən gəldilər. Buna hansısa bir restoran şəbəkə sahibi də aid ola bilər, dropshippinglə məşğul olan adam da ola bilər, hansı müğənni ola bilər, coach mentor ola bilər, bir youtuber ola bilər. Fərq eləməz. Amma bəzi insanlar başlanğıc nöqtəsi səndən yuxarıdaydı. Amma bəzilərinki də səndən aşağıdaydı. Bəzi insanların başlanğıc nöqtəsi sənin indi olduğun nöqtədən çox geridəydi. Bəlkə də qəribə səslənəcək həmişə bunu, çünki özümə etiraf eləməkdən çəkinmişəm. Həyata başladığım nöqtə ilə biznesə başladığım nöqtənin arasında maddi olaraq uçurum fərqi var idi. Və bəziləriniz ola bilər ki, xəyalları, ambisiyaları vardı, zənginləşmək istəyirdi deyə yola çıxmışdı. Bir də belə taş kafa beyin vardı. Əvvəlki həyatı bərpa etmək istəyi. Özündən çox böyük insanların qurduğu həyatın daha yaxşısını əldə etmək üçün çabalayan bir adam. Tabii Allah yardım etdi. Başardık. Amma arada çox şey oldu. Siz sonucu başarmış halı görürsünüz. Hətta bəzən şeylə qarşılaşıram haqqımda ki, o daha fərqli, onsuz da yuxarıdaydı, neydi. Coachingə gələndə elə idi. Amma arada çox çətin bir dönəm atladılıb. Və hətta coachingə gələndə ilə indinin arasında, coaching demək də, yəni mentörlük, işte ICF-i bitirdiyim dönəmlər, 2021'lər filan. Və artıq həmin dönəmdə də nə deyirdim, məlumat çıxdım. Və artıq həmin dönəmlə də indiki dönəmin arasında həqiqətən fərqlər var. Çünki hərəkətdəyik, davam edirik. Fəqət arxa fonda çox şey baş verir. Bu Fidanın həyat hekayəsi videosu deyil. Sadəcə bu öz aramızda seriyası həqiqətən öz aramızdadır və ikimiz danışırmışıq kimi hiss eləyirəm. Ona görə həm də özümlə öz aramdadır. Bu aralar biraz öz konularına takmışam. Femitdə filan da bunu işləyirik. Və həqiqətən görünməyən pozitiv və negativ, təkcə negativ yox, həm də çox pozitiv şeylər arxa fonda baş verir. Hər şey sizin gördüyünüz qədər deyil. Söhbət Fidandan getmir. Hamımız. Sosial mediada tanıdığınız, gördüyünüz insanların həqiqətən fərqli həyatları ola bilir. Həmişə paylaşdığımız yerdə olmuruq. Və ya həmişə paylaşdığımız kimi yaşamırıq. Bu o demək deyil, nəysə səhv paylaşırıq. Məsələn, keçən dəfə bir xanım bir mesaj yazmışdı ki, bəs Fidan xanım, mən də istəyirəm sizin kimi olmaq. Mən bu sizin kimi söhbətlərinə ani reaksiya verirəm də tez. Çünki istəmirəm kimsə o şəkildə düşünsün. Hətta mənim üzərimdə elə düşünsün.
Mən də istəyirəm sizin kimi olmaq və çox huzurlu bir münasibətiniz var. Nə gözəl yazmışdı. Fəqət bizim münasibətdə tez-tez huzursuzluqlar çıxır və onu mən çıxardıram. Və bunun hansı tərəfim olduğunu işləyirəm. Amma bunu sosial mediada paylaşmıram. Bu hissələri siz görmürsünüz ki. Fidan kimi olsam münasibətim huzurlu olar. Deyil axı. Fidan bəzən huzursuzluq çıxardır. Sonra oturub ayda mən elədimi deyirəm özümə. Doğrudur ya da səhvdir demirəm. Sadəcə mən də insanam, onu deyirəm. Mən də həyatımda istəmədiyim, geri dönsəm qətiyyən qəbul eləməyəcəyim şeylər yaşadım. Yəni seçməyəcəyim şeylər. Şu andakı durumdaysa bəzən zehnimdəki o köhnə kayıtlar tetikləyə bilir. Özümlə işləməyə davam edirəm. Azalıbmı? Təbii ki. Dəyişirmi? Təbii ki. Amma ani çıxışlar olurmu? İnsanam. Sən də insansan da. Nə istəyirsən özündən. Bax, söhbət uğurdan başladı, buralara gəldi, amma yenə genel olaraq eyni şeydir. İnsanlar individualdır və hər şey daimi deyil. Siz o hekayələrin arxasında nə baş verir biləməzsiniz. Ona görə də sadəcə öz hekayənizə dönün. Çox sevdiyim, gerçəkdən məndə çox ayrı yeri olan bir insan var və o xanım tamamən başqa bir tutquyla yanıb tutuşur, tamamən başqa bir hədəfi, həvəsi var və artıq 40'lı yaşlarındadır və atası ömür boyu ona öz zövqlərini yaşamağa icazə verməyib. Zəngin ailənin şirkətinin davamçısıdır və məcburi şəkildə bunu davam etdirir. O demək deyil ki, bu qızın başına silah tutublar. Sadəcə o şəkildə həyata qurulub və onun həyatının ipləri öz əlində deyil. Kənardansa hamı onun haqqında ayda o da kef eləyir. Babasının qurduğu şirkətin başına da falan deyirlər, amma atasının onu cəzalandırmaq üçün o, mən tanıyıram o rejimli atanı, cəzalandırmaq üçün dəfələrlə iş yükünü artırıb gəlirini vermədiyi anlar olub. Hansı ki, başqa bir müdür belə bir şey eləməz və ya bəlkə də öz işinizi qursanız da belə bir şey olmazdı. Əslində xanımın daha sadə bir həyat arzusu da vardı, bu da mümkündür. Və ya tam əksi, həqiqətən böyük ambisiyaları, zövqləri olan insanlar tanıyıram ki, onlar da yerlərindən çıxa bilməyiblər, onlara da icazə verilməyib. Amma bu icazə həm də onların öz zehinlərindəki limitləri idi. Onlar həm də özlərindən qorxurdular. Bəziləriniz dönüşəcəyiniz versiyonunuzdan qorxursunuz. Öz aramızda da. Öz aramızda da. Mən də qorxurdum. Sonra bilirsən nə oldu? Qorxduğumun hamısı Ultra Pro Max formada başıma gəldi. Mən qorxurdum ki, işte atıramda, çevrəmdə 10 nəfər var, yüksələrəm, biri gedər, onu da getdi. Ona görə getmədi ki, mən yüksəldim, onlar aşağıda qaldı. Çatışmaya başladıq. Hətta ilk başlanğıçda mən egom o qədər yüksəlmişdi ki, onlara ağıl verirdim. Hər kəs dəyişdirəcəyimi falan zənn eləyirdim. Qəribə dönəmlər idi. Nəysə, uzun sözün qısası. Bu tip mövzuları sadəcə özünüzlə davam edin. Sənin yolun sadəcə sənin yolundur. Fidanla hardasa yolunun kəsişməyi sizin eyni yolda olduğunuz anlamına gəlmir. Yollar kəsişə bilər. Biz hardasa görüşə bilərik. İndi bu videoda olduğu kimi ya da mənim səhifəmdə varsansa oradakı kimi ya da məsələn proqramlarıma qatılırsansa orada bir müddət yolumuz kəsişir. Hətta proqram sonunda baya belə darıxma krizlərinə falan giririk. Xüsusən də kamplarda bu belə olur da, aşırı hər gün birlikdə olanda. Amma sonra hər kəs öz yoluna qayıdır. Və indi bax gör, sən öz yolunda hardasan, hara gedirsən və niyə? Hara gedirsən? Və bu çox vacib sualdır. Necə gedirsən? Və bugün özünə sual ver. 5 il öncə hardaydın? 3 il öncə hardaydın? 1 il öncə hardaydın? 3 ay öncə hardaydın? Hər birini tək-tək ayrı-ayrı vərəqlərdə yaz. Bu bir texnika tapşırığıdır. Canın hissəsi elə. Mən çox tövsiyə edirəm. Və getdiyin yolu gör. Sənə nə? Qonşu güldəstənin qızı neyniyib? Öz hekayənə bax. Və bəzən sizin kənardan wow, bu adam uçur dediyiniz hızlı addımlar ola bilər. O ördəklərin videoları var. Ördək belə süzülür suyun üzərində. Ayaqlarını isə hızlı çarpır. Amma biz o ayağı görmürük. O süzülməni görürük.
və arxa fonda nələr baş verdiyini bilmərsiniz. İndi isə öz hekayənizə baxın. Sizin arxa fonunuzda nələr baş verir və nələrin olmağını istəyirsiniz. Bu yol nə üçündür? Bol şans. Təşəkkür edirəm izlədiyiniz üçün. Özünə çox yaxşı bax. Hələlik. Ay dur. Necə idi? Like eləməyi və abunə olmağı unutmuruq. Bu söhbətləri alışmağa çalışıram. Hal-hazırda YouTuber olmağa və şərhlər mənim üçün çox önəmlidir. 1. Qaza gəlirəm. 2. Fikirlərinizi öyrənib çox sevinirəm. 3. Yeni ehtiyaclarınızı tutmuş və növbəti videolar üçün ideyalar tapmış oluram. Ona görə şərhlərdə görüşək də. Hələlik.